Salam, hər vaxtınız xeyir olsun değerli izləyicilərim. Bugünkü videomda sizin üçün mövsüm tərəvəzləri ilə badımcandan çox dadlı, ləzzətli, görünüşü də möhtəşəm bir yemək hazırlayacağım. Videonu mütləq sonundakı izləyin, keçək hazırlamasına. Badımcanların acılığını çıxartmaq üçün əvvəlcə duzlu su hazırlayırıq. 1 litr suya 1 yemək qaşığı duz əlavə edib qarışdırıb bir kənarda gözlədirik. Önceden təmiz yuyulmuş badımcanların baş hissəsini kəsirik və zolaqvari şəkildə soyuruq. Bu yemək üçün istifadə etdiyiniz badımcanlar mütləq çalışın ki uzunsov olsunlar. Hətta mənim istifadə etdiyim badımcanlardan da mütləq uzun badımcanlar olmalıdır. Nə üçün uzunsov olmalıdır? Onu da videonun orta hissəsində sizə göstərəcəm. Hazırladığım yeməyimiz Türk mətbəxinə aiddir və islim kebabı adlanır və sobada hazırlanan, sobada bişirilən bir yeməkdir. Burada həm badımcanların sayını, həm də ətin miqdarını siz ailənizin sayına uyğun olaraq artırıb azalda bilərsiniz. Dəyərli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videomuzu bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə, yaxınlarınızla da paylaşın. Siz də kanalımızın böyüməsində mənə bu cür dəstək olmuş olarsınız. Hər zaman mənə dəstək olan, şərhlərdə xoş sözlər yazan hər kəsdən, hər bir izləyicimdən Allah razı olsun. Hər birinizə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Badımcanları zolaqvari soyduqdan sonra indi isə çox incə olmamaq şərti ilə fal-fal doğrayıram. Burada mütləq diqqət edin ki, çox incə doğramayın. Çox incə, yəni nazik doğrasanız, onda badımcanlar quruya bilər. Sobada bişərkən də hətta biraz da yəni incəlirlər. Ona görə çalışın ki, nə çox qalın, nə də daha çox incə doğramayın. Yəni orta qalınlıqda. Baxın, burada da sizə göstərirəm. Hamısını doğradıqdan sonra əvvəlcədən hazırladığımız duzlu suya əlavə edirik badımcanları. Üzərinə də bir boşqab yerləşdirib bir 20 dəqiqə, 30 dəqiqə müddətində gözlədirik. Bu müddətdə də içlik hazırlayırıq. İçlik üçün 500 qram ət götürmüşəm. Burada mən dana ətindən istifadə etdiyim üçün 400 qram ət, 100 qram da quyruqdan istifadə etdim. Bir iri baş soğanı ət maşından da keçirdə bilərsiniz və ya sürtkəcin iri gözündən də keçirdə bilərsiniz. Əgər xırda soğanlar olsa bir 4-5 dənə götürün. Yəni yay soğanları kiçik olur. Ona görə çox xırda olsa bir 4-5 dənə götürmək lazımdır. Sonra bir armudu stəkandan bir baş barmağı əski adi suxari, yəni çörək suxarisi əlavə edirik. Üzərinə bir ədəd yumurta, zövqə görə duz, qara istiot və pul biberdən istifadə etdim. Ədviyyatların hamısını əlavə etdikdən sonra əti əlimlə yaxşı yoğururam. Burada da gördüyünüz kimi eynən xəmiri yoğuran kimi elə bil ki sanki yəni xəmir yoğurursunuz. Əti yaxşı yoğurdum. Yoğurduqdan sonra biraz belə kiçik ölçüdə kotletlər tuturuq, yəni küftəciklər tuturuq əlimizin içərisində dairəvi formada. Buna türklər köftə deyir, biz də kotlet deyirik. Yəni kotletləri əlimizdə hamısını qəşəng ovucumun içərisində biraz bərk edirəm, dairə formaya gətirib üzərindən biraz yasladıram. Nə çox incə olmasınlar, nə də çox çalışın ki, iri olmasınlar ki, bükərkən rahatlıqla bükülsün. Burada mütləq diqqət edin. Həm aldığınız badımcanlar uzun olsunlar, həm də bu kütələri, yəni bu kotletləri tutarkən çox iri tutmayın. Çünki badımcanların içərisinə bunu qoyub bükərkən çox iri olmasınlar. Amma incə də olmasınlar. Yəni əlinizlə çox belə üzərindən basıb yasladmayın. Biraz hündür olsalar yaxşıdır, amma çox iri olmasınlar. Yarım saat keçdikdən sonra mən badımcanların acı suyunu tamamilə süzüb atdım, amma yumadım. Sadəcə sıxdım əlimdən ki, duz onun biraz tərkibində qalsın. Və aş süzənin içərisinə əlavə etdim. Ayrıca tavanın içərisinə də yarım armudu stəkan duru yağ əlavə etdim. Qarğıdalı yağından istifadə etdim və düzəltdiyim kotletləri çox az, yəni tam olaraq bişirmədim. Sadəcə hər iki üzünü çox az qızardıb götürdüm. Üzərinə qapaq da yerləşdirmirəm, çünki sobada da bişəcək. Sadəcə demək olar ki, hər iki üzünü möhürləyib götürürəm. Və gördüyünüz kimi kotletlərin hamısını bişirdim, hazır elədim. Baxın, görürsünüz, qalınlıq bu cür olsun. Yəni çox incə etməyin, amma bundan çalışın ki, biraz yəni kiçik ölçüdə edə bilərsiniz. Məndə burada biraz iri oldular. Aldığım badımcanlar da çox uzun olmadığına görə
Forma verib bükərkən biraz çətinlik çəkdim. Siz amma çalışın badımcanları alarkən mütləq uzunsov badımcanları alın. Və badımcanların görürsünüz suyunu sıxdıqdan sonra süzənə yığmışam. Götürürəm fırça vasitəsilə hər iki üzünə duru yağ vururam. Belə edəndə üzəri çox qəşəng qızarır. Bunu əslində tavada da qızardıb istifadə edə bilərsiniz. Amma sobada daha çox qəşəng olur. Bişirlər çox qəşəng belə incəlirlər, yumşaq olur. Bükməkdə çox rahat olur. Və əvvəlcədən isidilmiş sobada 200 dərəcədə bir 15-20 dəqiqə müddətində sobadan sobaya da fərq var. Qurutmadan badımcanları biraz belə qızardıb götürürük. Və gördüyünüz şəkildə forma veririk. Hamısını bu üsulla düzəldib yığırıq. Baxın ikisini götürürük. Beləcə üst-üstə qoyuruq və orta hissəsinə hazırladığımız, bişirdiyimiz bir kotletdən yerləşdiririk. Və üzərindən də doğranmış biber, yaşıl balqar biberdir və doğranmış pomidor üzərinə yerləşdirib diş çöpü vasitəsilə üzərinə batırırıq. Hamısını bu üsulla düzəldib yığırıq. Baxın, mən buna görə, yəni burada sizə qeyd edirəm ki, badımcanlar uzun olsun ki, belə bükərkən, bax görürsünüz, bu əziyyəti çəkməyəsiniz. Yəni, kotletin üzərinə qədər badımcanlar çatsın. Və kotletləri də mənim hazırladığımdan biraz kiçik formada, yəni dairəsini biraz kiçik formada düzəldin. Sonda isə kotletləri qızartdığımız yağı atmırıq, süzgəcdən süzürük bir qabın içərisinə, tavanın içərisinə. Üzərinə biraz da göz yarı olaraq kərə yağı əlavə edirik. Çox az, yarım çay qaşığı duz, biraz zövqə görə pul biber, qara istiot əlavə edib, stəkandan 2 barmaq əski, yəni 150 milli adi su əlavə edirik. Və bunu yaxşı-yaxşı qarışdırırıq ki, tomat içərisində açılsın. Bu arada hazırladığım tomat da ev tomatıdır, hazırlanması da YouTube kanalımda var. Yaxşı-yaxşı qarışdırıb tomatı açdıqdan sonra həmin bu qarışımı, bu sosu gəzdiririk gördüyünüz kimi hazırladığımız yeməyimizin üzərinə. Və öncədən isidilmiş sobada 200 dərəcədə 35 dəqiqə müddətində bişirib götürürük. Yağa düşənə qədər bişirdim, götürdüm. Çox az da biraz belə sosu qaldı tərkibində. Çox ləzzətli olur, çox dadlı olur. Həm görünüşü, həm dadı mükəmməldir. Mən qeyd etdiyim kimi 400 qram dana əti və 100 qram quyruqdan istifadə etdim. Siz istəsəniz xalis qoyun əti ilə də hazırlaya bilərsiniz. İnanın ki, çox ləzzətli alınar. Gördüyünüz bu islim kebabı adlanan Türk yeməyini Türklər servis edərkən yanında plov da hazırlayırlar. Siz də təbii ki, istəsəniz plovla da servis edə bilərsiniz. Mən sadəcə çörəklə yemək üçün hazırladım. Həm görünüşü, həm dadı mükəmməl oldu. Bir də son olaraq xırda bir nüansı da nəzərinizə çatdırım. Bu yemək üçün alacağınız pomidorlarda çalışın çox kiçik ölçüdə olsunlar ki, kiçik ölçüdə olan o pomidorları ortadan 2 yerə bölərək belə üzərinə yerləşdirə bilərsiniz. Amma iri pomidor olsa məcbursunuz ki, onu 4 hissəyə böləsiniz. Biraz görünüşü də onda itir, amma kiçik ölçüdə pomidor alın və ortadan 2 yerə bölüb üzərinə yerləşdirin ki, səliqəli görünsün. Ümid edirəm ki, bu yeməyi də hazırlayıb bəyənərsiniz. Göz haqqınızı halal edin. Sağ olun, salamat qalın. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.